Əziz dostlar, bu dəfə sizə kələz ilan haqqında məlumat vermək istəyirəm. Gördüyünüz bu ilan növü ölkəmizdə yayılmış yarı zəhərli ilan növlərindəndir. Düzdür, bunun zəhəri insan üçün həyati təhlükəsi yoxdur, amma bunun zəhəri kərtənkələ, qurbağa və bunun kimi xırda canlılara təsir göstərir. Əsasən bunlar gəmiricilərlə qidalanır, çünki ətraf ərazidə çoxlu gəmirici yuvası gördüm və bu yuvaların yaxınlığında bunlar maskalanırlar, yaşayırlar və qidalanırlar. Bu tip ilanları görərkən öldürməyəsiniz deyə yaxından istəyirəm sizə tanış edim. Gördüyünüz kimi gözləri zəhərsiz ilanların gözləri kimidir. Başının bu hissəsində gördüyünüz çalaya əmələ gəlib və bu çalaya görə türklər buna çukur yılan deyirlər. Quyruğu da nazik uzundur və bu ilan növü ölkəmizdə yayılmış ilan növlərindən biridir. Sizə rast gələrkən bilərəkdən, bilməkdən öldürməyəsiniz deyə bunu yaxından sizə göstəririk. İzləyicilərimiz ilanlar haqqında çoxlu yorumlar yazır və yorumlardan əksəriyyətində belə bir sual əmələ gəlir ki, sizin məqsədiniz nədir? Bəli, dostlar, mənim məqsədim sizə bu ilanları göstərmək, bu ilanları sizinlə tanış etmək. Çünki bunları təbiətdə görərkən tanısanız, öldürməzsiniz və bu canlıların da təbiətdə öz rolu var. Bəziləri mənə qatılmaya bilər, normaldır, amma insanlar bilmədiyi şey haqqında, bilmədiyi şeydən qorxur. İnsan bildiyi şeydən heç vaxt qorxmur. Ona görə siz ilanları tanıya bilsəniz, ilanlar haqqında məlumatınız olsa, inanın ki, əksər hallarda onları öldürməzsiniz. İlanlar kimisə evinə soxulsa, kimisə həyətinə girsə, nə bilim, hər hansı bir vasitə ilə sizin evinizə gəlib çıxsa, onu da oradan götürməyin qaydaları var. Əgər götürə bilməsəniz, ən azından yaxında kiməsə məlumat verə bilərsiniz. O da alınmasa, məcburiyyət qarşısında qalsanız, onda onu öldürə bilərsiniz. İndi ağız hissəsini açıb bu. Hala görün, bəli. Bəli, burada dostlar. İndi mən sizə göstərəcəm yaxından. Görün, görə bilərsiniz. Bu arxasında, gördüyünüz kimi. Arxasında xırda diş var. O dişi öz şikarlarına batırır. Bu özünü ölülüyə vurur ki, mən bunu tam rahat buraxım və məni dişləsin. Dişləsə belə, mənim üçün ölümcül təhlükə olmasa belə, müəyyən qədər təsir göstərə bilər. Odur, hər zaman ehtiyat etmək lazımdır. Başına diqqət edin, bunun başından seçə bilərsiniz və gözünə diqqət edin. Gözü də yumru gözdür. Yəni, zəhərli ilanların gözləri haqqında sizə məlumat vermişdim. Zəhərsiz ilanların əksəriyyətində gözləri bu şəkildə olur. Əlbəttə ki, gözləri aldanmaq lazım deyil, müəyyən qədər məlumatlı olmaq lazımdır və mənim məqsədim budur ki, bunları sizə yaxından göstərim və siz bunlar haqqında çoxlu məlumat əldə edəsiniz. Əldə etdikdən sonra isə təbiətdə görərkən hansısa bir canlını tanımaq məncə gözəl bir hissdir. Belə dostlar, düşünürəm ki, bizim əməyimizi dəyərləndirib, bizim kanalımıza abunə olarsınız, bizi izləyirsiniz. Biz hər zaman sizlər üçün ölkəmizdə olan bütün canlılar haqqında məlumat verməyə çalışacağıq. Məqsədimiz insanları maarifləndirməkdir və bu yolda bizə kömək edən, dəstək olan hər kəsə təşəkkür edirəm. İndi mən bunu incitmədən istəyirəm buraxım, çünki hava da istidir, ürəyi sıxılıb və mən düşündüm ki, bu qədər məlumat kifayət eləyir və sonunda istəyirəm tam olaraq onu göstərim sizə. Şəkillər də digər şəbəkələrdə paylaşacağım. Oradan əldə edə bilərsiniz. Baxın, xarici görünüşü belədir. Başındakı çaladan bilmək olur. Gözləri də gördüyünüz kimi. Bunu mən Xəzər tərxəsinə də oxşatdım, amma Xəzər tərxəsi tamamilə başqadır. Xəzər tərxəsinin qarın hissəsi sapsarı olur və biraz da rəngi açıq olur. Bunu gördüyünüz kimi rəngi təxminən qəhvəyi rəngə doğru çalır. Qəhvəyi və qara rənglərin qarışığı. Boyları da təxminən 2 metrə qədər olan bu ilanları siz gəmiricilərin ən çox olduğu yerlərdə rast gələ bilərsiniz və olduğum ərazi səhralıq ərazi olduğu üçün bunlar üçün əsl yaşama məntəqəsidir. Gecələr diqqət eləyin, hərəkət eləyən zaman səhvən hansısa bir ilanı əzib həyatınızı məhv etməyin. İndi mən bunu buraxıram təbiətə, qoy getsin. Görüncə gizlənir. Kolluq ərazidən uzaqlaşıram. Görün, tamamilə yoxa çıxır. Odur, ərazidə hərəkət edərkən diqqətli olmaq lazımdır.